bakışlarının kan səklərdən axışları günlərə qərq olmuş başdaşlarının namusu, qeyrəti daşır şəhidlər. Əziz dostlar, bu günləri bizim bura toplaşmağımızın əsas məqsədi vətənimizin ərazi bütövlüyü, suverenliyi və konstitusiya quruluşunun bərpası uğrunda canını qurban verən şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş futbol turniri keçiriləcək. Bu sadəcə bir futbol deyil, bu bizim o oyunda atılan hər bir qol, aparılan hər bir mübarizə şəhidlərimizin əziz xatirəsinə həsr olunacaq. Onlar bizə azadlıq, xoşbəxtlik, baş ucalığı gətirdi. Allah şəhidlərimizə rəhmət eləsin və onları heç vaxt biz unutmayacağıq. Buyur be. Əziz dostlar, bu gün əlbəttə ki, şəhidlər ümumiyyətlə heç zaman unutulmamalıdır. Əlbəttə ki, belə bir tədbirlər şəhidlərimizi hər zaman xatırladır. İlk öncə mən Azərbaycan Şansı və Vətən İctimai Birliyinin yönetim adına və başda Xalq müəllimi olmaqla Xalq müəllimi adından az öncə zəng eləmişdi və dedi ki, salamlarımı yetirin. Allah'tan bütün şəhidlərimizə rəhmət diləyirəm. Və bu tədbiri təşkil edən başda Əhmədabad kənd icra nümayəndəsi Xəqani müəllim və onun ətrafında əlbəttə ki, idman təşkilatçıları var, məktəb direktoru Aydın müəllim var və bizim bu kənddə həm də Vətən İctimai Birliyinin yönetimcisi, cəmiyyət sədrimiz İslam müəllim var. Hamısına şəxsən dərin təşəkkürümü bildirirəm ki, hər zaman belə tədbirlərdə şəhidlərimizi anırsınız, istər anım günləri olsun, ölüm günləri olsun. Bax, belə bir idman yarışları da əlbəttə ki, bu şəhidlərimizin ruhuna inşallah ki, çatacaq. Və mən də arzu edirəm ki, bu tədbirdə təbii ki, hamı qalib olacaq, məğlub olan olmayacaq. Çünki belə bir gözəl bir adda yarış keçirilir. Bütün idmançılara inşallah uğurlarımızı zaten arzulayacağıq və bütün iştirak edən qonaqlarımıza, İlham müəllim olsun, Qarapədən gəlir, icra nümayəndəsidir, Hacı Doşkun müəllimdir, Aziz Haliyevin şəhid atasıdır və Hacı Rüfət Xocadakı təbii ki, bütün hocaların yanında, Aşkın Xoca olsun, hamısı olsun, seçilib sayılan hocalardandır. Bir daha siz də mən bu tədbirin başlanması münasibətlə təbrik edirəm və Allah'tan şəhidlərimizə rəhmət diləyərək idmançılarımıza inşallah uğurlarınızı diləyəcəyik. Çox sağ olun. Var olun. Aşkın müəllim, buyurun. Bismillahirrahmanirrahim. Mən ilk öncə təşəkkür edirəm bu tədbirin təşkilatçılarına, şəhidlərimizi yaşadan bütün Azərbaycan oğullarına, müəllimlərinə, ağsaqqallarına. İkinci növbədə şəhidləri yaşadmaq Allahın əmridir. Rüfət Xocadan üzr istəyərək mən danışıram bu barədə. O məndən çox-çox savazlı və çox-çox uca məqamlıdır. Allah ki buyurub şəhidlər ölməz. Bu elə bir karvandır, bu həmişə yaşayacaq. Amma xoş bizim halımıza ki, bu karvanda bizim də səyimiz var. O məsəl var, deyir, bu çorbada bizim də duzumuz var. Çünki biz yaşasaq da, yaşatmasaq da, biz olsaq da, olmasaq da, onsuz Allah şəhidləri yaşadır və yaşadacaq. Şəhidlik elə bir məqamdır ki, bunu bənzətmək olar, Allahla müamilədir şəhidlik. Canı fəda eləmək, şəhadətə yetişmək Allahla müamilədir. Nə deməkdir bu? Elə bir bəzi ölkələr var, orada buzu satırlar. Ərəb ölkələrində məxsusən mən görmüşəm, buz satırlar. Hər səhər buz satan gedir sexdən, buz sexindən buzu götürür, çıxır bazara və başlayır çağırmağa. Mən bunu gözümlə görmüşəm. Ərəb alverçisi. Deyir, ay cəmaat, bu buzu məndən alın. Çünki buzu məndən almazsınız, mən sərmayəmi itirəcəm. Çünki bu əriyir. Alın ki, mən sərmayəmi itirməyim, ziyan eləməyim. Can onun kimi bir şeydir. Can əriyən buz kimi, onsuz da gedir. Nətər ki, buzu saxlamaq olmaz isti havada gedir. Can onsuz da gedir. Bunu saxlamaq mümkündür. Xoş o adamın halına ki, gedən bu canı şəhadət yolunda verər. Şəhadət yolu kimi bir yolda verər. Ona görə Allah Quran-ı Kərimdə şəhidlərin haqqında buyurur ki, İştərə minəl müminə ənfusəhum. Allah şəhidlərin haqqında buyurur ki, möminlərdən, çünki şəhadət möminlərə qismət olur. Allah möminlərdən canın iştəra alır, yəni o alverdir. Allah deyir, mən sənin canını şəhid, mən sənin canını alıram, qiymətin qoymuşam. Nədir? Cənnət.
ondan gözəl dəyər yoxdur. Ondan varlı, ondan qiymətli dəyər yoxdur. Allahın verəm izzəti zalanına bizə şəhadət qismət olmur, amma şəhidlərin yolunda, vətənimiz yolunda, dinimiz yolunda, xalqımız, millətimiz yolunda və şəhidlərimizin uğrunda xidmət eləməyi bizə çox verməsin. Hamınıza təşəkkür edirəm. Sağ ol. Bismillahirrahmanirrahim. Allah'ın salamı, rəhməti, bərəkəti hər birinizin üzərinizə olsun. Mən də unudulmaz ulu öndərimizə və Azərbaycanın suverenliyi, vətənin uğrunda canlarından keçən əziz şəhidlərimizə Allah'tan rəhmət, möhtərəm prezidentimizə, xalqımıza Allah'tan can sağlığı, uzun ömür arzu eləyirəm və İlham müəllim, sizə, Həqani müəllim, İslam müəllim, Ramin müəllim, hər birinizə, Vaqif müəllim təşəkkür edirəm, minnətdaram ki, belə bir gözəl tədbirin ərsəyə gəlməsinə vəsilə oldunuz, səbəbkar oldunuz. Əslində, bugünkü tədbirimiz şəhidlərin bir daha şəhidlər ölməz, vətən bölünməz amalına, şuarına uyğundur. Çünki baxın, şəhidlərimiz bizim için bugün təbliğat eləyirlər, bizim için nasihat eləyirlər. Bugünkü bu idmanımız şəhidlərimizin adına xəsr olundu, amma onlar canlı olduqlarına görə bir təbliğatdır. Bir nəsihətdir. Allah cəmi şəhidlərimizə rəhmət etsin. Komandalarımıza uğurlar arzu edirik. Allah da gənclərimizə can sağlığı versin. Sağlam bədəndə, sağlam ruh olar. Allah elimizi, obamızı korusun. Yaşasın möhtərəm prezidentimiz, yaşasın xalqımız, yaşasın devlətimiz. Şəhidlərimiz ucalarda bayraqlarımızı dalgalandırdı. Bayraqlarımız həmişə ucalarda olsun. Allah hər birinizdən razı olsun. Çox sağ olun, var olun. Sağ ol. Elə gözəl danışdı ki, biz sənət əsəri, bir günləri futboldan qabaq bir həyat yaşadıq. Elmi bir həyat yaşadıq. Elə bir ki, bir alimlərin yanında olduq, onların möcüzələrini eşitdik. Ona görə sizlərə təşəkkür edirik. Şəhid ailəsinə təşəkkür edirik. Bizlə bərabər bir yerdədik. Şəhidlik gözəl pillədir. Mən özüm də 5 oktyabrda qanlı qadalı günləri olmuşam orada müharibədə. Adam yox, 2-ci müharibəsində, 5-də oruyduq, Füzulidə. Allah özü şəhidlərimizə rəhmət eləsin. Bu günləri Həqani müəllim, Ramin müəllim, hocalarımız təşəkkür edirəm sizə ki, belə bir yarışı keçirtdiniz. Yox, biz elə bir ki, Azərbaycan şəhidlərini yad eləyəcək. Azərbaycan şəhidlərinə Fatihə oxuduq. Azərbaycan şəhidlərini yad elədik. Görün nə böyük bir işdir. Allah rəhmət eləsin bütün şəhidlərə. Arzu edirik, komanda rəhbərləri burada varsa və orada varsa yenə də demək lazımdır ki, şəhidlərin uğrunda keçən yarışlar tam səliqəli, səmimi, dostca ayrılmalıdır. Bu yaxında Qaratəpədə olan yarış heç də uğurla başa çatmadı. Çox minnət elədim uşaqlara, cavanlara. Axı bu şəhidlərin adınadır. Bir anlıq deyən onun, kimdə təqsir varsa bunu aydınlaşdırarıq. Sonunda onlar çox mutluq elədilər bir-birinə qarşı. Ki, peşmançılıq oldu. Bu da yaramaz. Allah rəhmət eləsin şəhidlərimizə. Güman edirəm ki, belə bir səliqəli kənddə, belə bir hocası, ağsaqqalı olan kəndlərdə inşallah ki, yarışlar da yüksək səviyyədə keçəcək. Allah rəhmət eləsin şəhidlərimizə. Sağ olun, İlham müəllim. Çox sağ olun. Həqani müəllim. Çox sağ olun. Tədbirin təşəbbüskarı gənclərimizdir. Bir 10 gün olar ki, bizim Əhmədabad kəndinin gəncləri müraciət etdilər mənə ki, şəhidlərimizin əsir xatirəsinə həsr olunmuş futbol turniri keçirmək istəyirik. Dayaq olmamızı arzuladılar. Doğrudan çox sevindim, çox qürurlandım. Çox qürur verici haldır ki, gənclərimiz şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş bir tədbir keçirmək istəyirlər. Deməli ki, məktəblərimizdə, böyük məclislərimizdə, dini məclislərimizdə, ağsaqqallarımızın, müəllimlərimizin, rəhbərlərimizin, ölkə başçımızın apardığı gənclər arasında siyasət boşa getməyib, özünü doğruldu. Azərbaycan gənci bugün pis vərdişlərdən uzaqlaşıb, belə bir şəhidlərin xatirəsinə tədbirlər keçirmək istəyirsə, deməli şəhidlərimizin ruhu şaddır, şəhidlərimiz həmişə qəlbimizdə yaşayacaq. Hər birinizə xoş gəlmişsiniz deyirəm, turnirin işinə uğurlar arzulayıram. Çox sağ olun. Allah şəhidlərimizə rəhmət eləsin, cəmi şəhidlərimizə, istər 1-ci Qarabağ müharibəsi olsun, istərsə 2-ci Qarabağ müharibəsi, hamısı bizim şəhidlərimiz, Allah hamısına rəhmət eləsin. Biz də çox özümüzə borc bildik ki, sağ olsun bizim icra nümayəndəmiz, bələdiyyəmiz və vətən cəmiyyətinin sədri Xalid müəllim və onun müəyyid müəllim təşəbbüsü bulan təşəbbüs hamımız
İstədik ki, bu şəhidlərimizin xatirəsinə belə bir turnir keçirdək ki, bizim gənclərimizə həmişə belə gənc, firavan, idmana maraq olsunlar. Mən də qonaqları xoş gəldin deyirəm. Çox sağ olsunlar ki, bugünkü tədbirimizdə iştirak edirlər, bizi sahib gəliblər. Allah hamısından razı olsun. Sağ olun, var olun. Belediyemiz qaldı, orada. Məndən əvvəl çıxış edən qonaqlarımız və böyüklərimiz, ziyanların çox gözəl sözlər söylədilər. Bizi bu şəhidlərin anma mərasimində, keçirilən futbol yarışında dəstək olduqlarına görə çox təşəkkür edirik. Sahib gəldiklərinə görə də minnətdarlığımızı bildiririk. Çox sağ olun. Sağ olun, sağ olun. Uğurlar olsun. Baxışlarınız qanlı səklərdə naxışlarınız güllərə qərq olmuş başdaşlarımız namusu qeyrəti daşı şəhid Salam hörmətli tədbir iştirakçıları, icazənizlə şəhidlərin əziz xatirəsinə həsr olunmuş futbol yarışının açılışını Azərbaycan Respublikasının dövlət himni ilə açıq edilir.
hörmətli tədbir iştirakçıları, icazənizlə çıxış üçün sözü verək. Əhmədabad kənd icra nümayəndəsi Xaqani Qasımov və Qaratəpə kənd icra nümayəndəsi İlham müəllim. Buyurun. Salam, hörmətli tədbir iştirakçıları, hörmətli qonaqlar, hörmətli idmançılar, əziz şəhid ailələri. İcazə verin ilk əvvəl Sabirabad rayon İcra Hakimiyyəti başçısı Cənab Siraqəttin Cabbarovun adından hər birinizi təbrik edim, turnirin işinə uğurlar arzulayım. Bildiyimiz kimi, ölkə başçısı Cənab İlham Əliyevin idmana ayırdığı xüsusi diqqət və qayğı nəticəsində ölkəmizdə idmana olan maraq kütləvi surətdə artıb, ölkəmizə artıq istər dünya, istər Avropa, istərsə də Olimpiya oyunlarından qızıl medallar gəlir. Təsəvvür etsək ki, bu bütün qızıl medallar idmançılarımızın yaxasına asılanda bu möhtəşəm ölkəmizin dövlət himni orada səslənir, çox böyük qürur verici haldır. Yaxın günlərdə Əhmədabad gəncləri mənə müraciət edərək şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş futbol yarışının keçirilməsi üçün bir kömək istədilər. Çox qürur verici haldır, çox valih edici bir görüşdür, təklifdir. Mən ilk öncə eşidən kimi Axısqa Türkləri Vətən İctimai Birliyinin regional şöbəsinin əməkdaşlarına müraciət etdim və onlar da çox sevindilər və müsbət cavab aldım. Bu çox möhtəşəm bir tədbirdir, adından göründüyü kimi. İnşallah ki, çox gözəl bir yarış olacaq. Amma hər halda burada yoldaşlar da danışacaq. Bir tövsiyəm olacaq sizə. Bu turnirdə nə peşəkar futbolçu yoxdur, nə peşəkar hakimlər yoxdur. Burada hamımız həvəskarlarıq, hamımız həvəskar futbolçularsınız. Ona görə də ən aşağısı turnirin adına hörmət əlaməti olaraq hakimlərin verdiyi bütün qərarlara hörmətlə yanaşacaq. Penaltı, penaltıdır, gün zərbəsi, gün zərbəsidir. İndi texniki səhvlər burada çox olacaq, görəcək. Amma hər zaman xatırlayın ki, turnir şəhidlərimizin əziz xatirəsinə həsr olunur. Sizə uğurlar arzulayıram və arzu edirəm ki, bu bir ənənə şəklində geniş vüsət alsın, Respublikamızın hər yerində. Siz də həm futbol oynamaqla yanaşı, eyni zamanda məktəbləri də öz arzunuza gətirməyi sizə arzulayıram. Çox sağ olun, uğurlar. Sağ olun. Mən də bir daha sizləri salamlayıram. Möhtəşəm olan, ən ucu olan şəhid ailələrini salamlayıram. Hocalarımızı salamlayıram. Burada böyük ağsaqqallarımız var. Fəxr edirik sizinlə bir sırada durmağımıza fəxr edirik. Aydın müəllim, gözəl məktəbim var, gözəl şərait yaradımsan. Yaxşı idmançılarım var, sağ olun, Vaqif müəllim, Xaqani müəllim, Ram müəllim, sağ olun. Mən arzu edirəm ki, sülh mehribanlıq şəraitində keçsin. Deyirik, amma əməl eləmirik. Xahiş edirik onlara əməl edin. Çünki bu şəhidlərin ruhuna əsr olunmuş bir yarışdır. Hardasa bir səhv varsa o bağışlayın, şəhidlər xatirinə bağışlayın. Bir-birinizlə mehriban olun. Qoy kim güclüdür, o qalib yazsın. Bu demək deyil ki, buradakı kubakı mütləq Əhmədabad aparmalıdır. Mütləq Qaratəpə aparmalıdır. Bu kim güclüdür, ədalətlə o aparsın. Amma sizdən qoy xatirə qalsın bu kəndə, bu elə ki, gözəl bir futbol keçdi. Hamımıza uğurlar arzulayıram. Sırada duran gənclərə baxıram. Heç də bunlar o dediyimiz insanlar kimidir. Gözəl futbolçular da geyimindən, duruşlarda var. Xeyirli olsun. Kim güclüdür, o da qalib yazsın. Sağ olun. Bəli, bugünkü tədbirimiz, bu futbol yarışı şəhidlərimizin xatirəsinə həsr olunmuşdur. Qəhrəman igidlər silahını aldı. Nərəsi düşmənin bağrını yardı. 44 gün sürdü, tarixi yazdı. Tarixi yazan oldular şəhidlər. Qələbə gününü daddıran bizə. Borcludur bu millət bir ömür sizə. Müjdə ver polada həm mübarizə. İgidlər torpağı aldı şəhidin. Bu anda istərdim şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edək.
Sonra çıxış üçün sözü verək digər yoldaşlara. Allah şəhidlərimizə rəhmət eləsin. Çıxış üçün söz verilir, şəhid ailələri, əlillər və müharibə veteranlarının Müdafiəsi İctimai Birliğinin Sabirabad rayon şöbəsi Qurbanov Telman müəllimə, Bəyləroğlu. Buyurun. Xoş gördük hörmətli toplantı iştirakçıları, əziz şəhid ailələri, dəyərli qonaqlarımız və idmançılarımız, hamımızı Şəhid Ailələri İctimai Birliyi adından salamlayıram və bu günləri mən burada Sabirabad rayon şəhid ailələri adından çıxış eləyirəm və mənə çıxış verdiyinizə görə sizlərə öz minnətdarlığımı bildirirəm. Aydın məsələdir ki, biz bura toplaşmaqda əsas məqsədimiz ondan ibarətdir ki, şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş turnir yarışının açılışında iştirak edirik və bu yarışı təşkil edən Əhmədabad kənd icra nümayəndəliyinə, bələdiyyəsinə və digər ağsaqqallara, şəhid ailələri adından öz minnətdarlığımızı bildiririk. Xüsusilə qeyd eləmək istəyirəm ki, əziz idmançılarımız, bugünkü tədbir sadəcə bir futbol oyunu deyil, bu oyun şəhidlərimizin, vətənimizin ərazi bütövlüyü uğrunda canın qurban verən əziz şəhidlərimizin əziz xatirəsinə həsr olunmuşdur və biz o şəhidlər ki, bizə azadlıq, qürur və xoşbəxtlik gətirdi. Odur ki, sizin bu yarışmamıza attığınız, vurduğunuz hər bir qol, apardığınız hər bir mübarizə şəhidlərimizin əziz xatirəsinə ehtiram əlamətidir. Və bir-birinizlə yarışanda şəhidlərimizin ruhu qarşısında bu ehtirama riayət etməyinizi tövsiyə edirəm. Və belə bir tədbirin aparılması şəhidlərimizin heç vaxt unudulmamaq və gənclər arasında vətənpərvərlik ruhunun təbliğ olunmasında böyük bir tövsiyədir. Mən sizlərə uğurlar və müvəffəqiyyətlər arzu edirəm və bu günləri Əhmədabad və Sarcılar komandası ilkin olaraq yarışacaq. Bu yarışmada sizlərə uğurlar, müvəffəqiyyətlər arzu edirəm və şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Çox sağ olun. İndi də çıxış üçün söz verilir. Axsıqa Türk Vətən İctimai Birliyinin regional rəhbəri Mühüddin müəllimə. Çox sağ olun müəllim. Dəyərli qonaqlar, dəyərli turnir iştirakçıları və Əhmədabad və Qaratəpə kənd icra nümayəndələrinin sədrləri burada iştirak eləyir və bütün qonaqlar, şəhid valideynlərimiz iştirak eləyir burada, məktəb rəhbərlərimiz iştirak eləyir. Hər birinizi salamlayaraq bu tədbirə təbii ki, bugün Xalid müəllim də burada cəmiyyətimizin sədri iştirak eləməli idi. O yurt dışındadır, yəni Türkiyədədir və mən bura gəlməmişdən öncə mənə zəng elədi, dedi ki, və bütün rəhbərlik başda olmaqla Aydın müəllim sizə və bütün idmançılara salamını yetirdi və dedi ki, hər birinə uğurlar arzu edirəm. Əziz idmançılar, məndən öncə çıxış edən natiqlər çox gözəl tövsiyələrini verdilər. Mən də artıq yaşımızın o səviyyəsidir ki, biz də ağsaqqallar sırasındayıq. Mənim də tövsiyəm, bu gözəl bir yarışdır, bəli. Hacı Telman dayı da dedi ki, bu şəhidlərin əziz xatirəsinə həsr olunmuş bir tədbirdir. Biz müsəlmanlarda da biraz əsəbilik var. Bu mümkünsüz deyil, amma hər anınızı unutmayın ki, bu tədbir şəhidlərimizin xatirəsinədir. Hər zaman bağışlamayı bacarın. İndi baxın, burada Xəqani müəllim də çox gözəl söylədi ki, hakimlərin qərarı qərardır. Hakim səhv eləyə bilər, səhvsiz bir Allahdır. Amma o bilsin ki, özünün qərarını doğru başa düşdü, amma onu sonra inşallah mütəxəssislər analiz edib, sonra qərar verirlər, amma oyunun gedişində olsun. Tədbirin ta final gününə qədər xahiş edirik ki, mübahisələr olmasın. Bəzi bölgələrdə eşidirdik, şəhidlərin xatirəsinə keçirilən tədbirlərdə çox xoşa gəlməz anlar yaşanırdı. Mən ümid edirəm ki, burada inşallah olmayacaq və mən sizin hər birinizə uğurlar arzu edərək bir daha bu tədbiri təşkil edən, başda əlbəttə ki, Əhmədabad kənd icra nümayəndəsi hər zaman bizim Axsıqa Türkləri Vətən İctimai Birliyindən doğrudan da çox yaxından əməkdaşlıq edən Xəqani müəllim, sizə mən şəxsən təşəkkürümü bildirirəm. Aydın müəllim, şəxsən sizə, Vaqif müəllim və bu məktəbin idman təşkilatçılarının hər birinə və duyduğuma görə 8 komanda arasında püşk atılıb. Bütün 8 komandanın hər birinə mən
uğurlar arzu edirəm. Arzu edirəm ki, inşallah burada hamı qalib olacaq. Çünki bu tədbir şəhidlərimizin əziz xatirəsinə həsr olunduğuna görə hamı qalib dərsində. İndi kimsə bu kopuku daşımalıdır, bu simvolik olaraq. Amma siz də burada bayaq Hacı Daşkın Hoca çok güzel bir çıkıyordu. Herhalde onun da fikir olarak, Hacı Rüfət Hoca'nın da fikir olarak mütləq sizə bir dini tərəfdən də tövsiyələrini verirler. Doğrudan da bizim de burada duzumuz olsun diyelim dedi Daşkın Hoca. Bəli, bu şəhidlərin gözəl bir tədbirində biz de bu yarışda sizin oynamağınız, bizim iştirak etməyimiz her biri Allah-u Teala bizim de inşallah biz için de bir sevap yazar. Ona göre de əziz idmançılarımız, yine de her birinize güzel idman, güzel mehribançılıq. Bilirsiniz ki idman sağlamlıqdır, həm də dostluqdur. Bu dostluğu pozmadan inşallah hər birinizə mən də şəxsim adına, Vətən İctimai Birliyimiz adına və onun yönetimi adına, burada bizim yönetim üzvü İslam qardaşımız da iştirak edir, kənd iştirakçı sədri və hamının adına sizə mən bu yarışda uğurlar arzu edirəm. Çox sağ olun, var olun. Sağ olun. Çok sağ olun. İndi çıxış üçün söz verilir Sabirabad rayon dini icmanın din xadimi Rüfət Hoca. Buyurun. Çok sağ olun hörmətli Vaqif müəllim, təşəkkür edirəm. Mən də Allahın gözəl adı ilə hər birinizi salamlayıram. Tədbir iştirakçılarını, şəhidlərimizin valideynlərini, qazilərimizin valideynlərini və idmancı qardaşlarımızı salamlayıram. Bugün bizim ülkemiz möhtərəm prezidentimizin öndərliyi gündən günə çiçəklənməkdədir. İstər iktisadi, siyasi, ticari və bütün rayonlarımızda idman kompleksləri vardır. İdman komplekslərində hər növ idmanlar var. Üzücülük, voleybol, basketbol, güreş, futbol. Onun için əzizlərimiz, mən də sizlərə uğurlar arzu edirəm genç idmançılarımız. İnşallah nümunəvi şəkildə bir yarışımız keçəcək. Şəhidlərimizin adına layiq bir yarışımız keçəcək. Və bu fırsatdan istifadə edib mən də hörmətli İlham müəllimə, Həqani müəllimə, Vaqif müəllimə, Aydın müəllimə, hər Mühiddin müəllimə, İslam müəllimə, hər birinizə, hörmətli Telman müəllimə, şəhidimizin valideyni Murat əmmimiz burada. Hər birinizə öz təşəkkürümü, minnətdarlığımı bildirirəm. Sizlərə uğurlar arzu edirəm. Allah Teala dünyamızı dinç eyləsin. Həmişə belə gözəl idmanlar olsun. Sağlam bədəndə sağlam ruh olar. Sağ olun, var olun, uğurlar arzu edirəm. Gözəl bir şəkildə inşallah idmanımız davam eləyəcək. 44 günlük muharebe. Şehit aylara iştirak edilir. Belki sözünüz var. O zaman Hakan müəllim. O zaman Çıkışlar kurtardı. Bir daha hoş gelmişsiniz. Hatırladım ki inşallah ki çok muhteşem ateşfeşanlıkla güzel bir finalımız olacak. Finalda kimler olacak kısmet. Bizim için en galip komanda ister heveskarları ister de komanda üzvləri özün sakit, qayda qanununa əməl edən, qabiliyyətli aparan komanda olacak bizim qəlbimizdə. Amma kuboku kim aparar? Qismət. Ben inanıram ki elə bir güzel turnir olacak ki finalda çok büyük insan kütlesi burada olacak. Siz o insanları biraz cəlb eləyəsiniz. Bir daha size uğurlar arzu edirəm. Sağ olun. Sağ olun. Allah xeyir. Bununla da başlayalım. Buyurun komandalar öz yerlerini tutsunlar. Stüdyamız sizinle başlayın. Gel neyle şunu.
Aslan Spanya'lı. Tamam tamam. Bizim şehrimizin atası Gurur duymalı atam var maşallah. Allah saklasın. Sen nasıl geliyorsun? Güzel
Yaşa! Bak yanında dur akıllı. O yakın oyna. Bunu ancak buranın sağını almışlar. Yakın oyna. Tamam.